Bu yazdıqlarını oxuyanda vallahi ürəyimdə bir şey qırıldı. Yusif, qardaşım, sənin kimi 15 yaşında arzusu olan bir uşağın anam atam qoymur deməsi bu təkcə sənin yox, bütün Azərbaycan futbolunun problemidir. Mən həmişə deyirəm, uşaq futbola başlayırsa tək qalmamalıdır. Amma sən düz deyirsən. Bizdə bəzən uşağın yox, valideynin arzusu yaşayır. Valideynlər başa düşmür ki, futbol oxumağın düşməni deyil. Səndən ikisi arasında seçim etməlisən. İstəyən sistem düzgün deyil. Onsuz da Azərbaycanda diplomlu ilə diplomsuz arasında böyük bir fərq qalmayıb. Baxsan, hər iki tərəf eyni maaş işləyir, eyni işsizlik riski var. Ona görə də mən hər zaman deyirəm, uşaq həm oxuya bilər, həm də futbol oynaya bilər. Biri beynini, biri ürəyini formalaşdırır. Yusuf, sən narahat olma. Mən yayda o tərəflərdə olsam, valla sənin futbol oynayaram. Amma daha vacibi sənin arzun heç vaxt puç olmasın. Çünki arzu içində qalanda uşaq böyüyür, amma ürək kiçilir. Və bil ki, Azərbaycan futbolu bu cür motivasiyalı, yanıb yaxılan uşaqlara möhtacdır. Biz sizə dəstək olmasaq, bu ölkədə futbol heç vaxt inkişaf etməyəcək. Uşağı yıxılmağa qoyun, uşağı qaçmağa icazə verin, uşaq özü seçsin. Çünki Azərbaycanın gələcək futbolu sizin kimi Yusiflərin ayaqlarından başlayacaq. Bu videonu bəyən, qoy bunu daha çox insan görsün.